Asır medianın değerli izləyiciləri, bu Zəngilan şəhəridir. Abadlaşdırılmış və hal-hazırda istifadəyə verilmiş Zəngilan şəhəri. Zəngilan şəhərinin sakinləri öz yerlərində belə bir evlərdə yaşayır və yaşayacaqlar. Demək olar ki, Zəngilan şəhərinin təbiəti çox güclü, həddindən artıq. Təbiət meşələrin içindədirlər. Bunları meşə deyə bilərik. Bunlar da Zəngilan rayonunun təbii çayları, gölləri təşkil edir. Bax, belə bir gözəl Azərbaycanımız var. İşğal olunmuş yerlərimiz azadlıqdan, işğaldan qurtarandan sonra azadlıq dövründə bax, belə bir gözəlliyə malikdirlər.